Müsəlmanın Qalası kitabında yatağa girərkən oxunan zikirlərə başlayır. Bundan öncə səhər-axşam zikirlərini götürdük. İndi isə yatağa girərkən oxunan zikirləri gətirir. Yəcmə'u kəffeyhi sallallahu aleyhi ve sellem thumma yenfuthu fihima feyaqra'u fihima Qul huvallahu ahad, qul a'udhu bi rabbil felaq və qul a'udhu bi rabbin nas. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm hər gecə yatağına uzandıqda əllərini cütləşdirib onların içinə üfürər. Sonra İxlas, Fələq və Nəs surələrini oxuyar. ثُمَّ يَمْسَحُ بِهِمَا مَا اسْتَطَاعَ مِنْ جَسَدِهِ يَبْدَأُ بِهِمَا عَلَى رَأْسِهِ وَوَجْهِهِ. Sonra o iki əlini baş və üz nahiyəsindən başlayaraq bacardığı qədər bədənin hər yerinə sürtərdi. Beləcə o bunu 3 dəfə təkrar edərdi. Deməli, yatağa girərkən, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm əllərini cütləşdirib, əlinə üfürər, İxlas, Fələq və Nəs surələrini oxuyaraq bütün bədəninə çəkərdi. Sonra yenə üfürər, yenə İxlas, Fələq, Nəs, yenə 3 dəfə bunu təkrar edərdi. Və bu hədislərdə gəlir, Aişə radiyallahu anhədən deyir ki, Ənnən Nəbiyyə sallallahu aleyhi və səlləmə kən idə əvə ilə firaşı kullə leylətin cəma'a kəffey thumma nəfəthə fihimə fəqara fihimə qul huvallahu əhəd və qul əvudhu bi rabbil fələq və qul əvudhu bi rabbin nəs. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm hər gecə yatağa girdiyi zaman əllərini cütləşdirər, sonra əllərini üfürər və İxlas, Fələq və Nəs surələrini oxuyardı və sonra əllərini baş və üz nahiyəsindən başlayaraq bədəninin hər yerinə bacardığı qədər hər yerinə sürtərdi. Və yəfəlu zəlik sələsə mərrə, yəni bunu 3 dəfə edərdi. 3 dəfə edərdi. Və Müslümin ləfzində isə gəlir ki, Aişə radiyallahu anhə deyir ki, Kən Rasulullah sallallahu aleyhi və səlləm İdə mariyada əhədun min əhli nəfətə aleyh bil muavvizət. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm, yəni ailəsindən bir kimsə xəstələndiyi zaman muavvizət, yəni surələri adlanır. Olsun surələri, İxlas, Fələq, Nəs surələrini oxuyaraq üfürərdi. فَلَمَّا مَرِضَ مَرَضَهُ الَّذِي مَاتَ فِيهِ جَعَلْتُ أَنْفُثَ عَلَيْهِ وَأَمْسَحُ بِيَدِ نَفْسِهِ. Və Aişə radiyallahu anhə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm xəstələndiyi zaman, hansı ki o xəstəlikdən dünyasını dəyişdi, mən onun üzərinə üfürər və öz əli ilə ona sürtərdim. لِأَنَّهَا كَانَتْ أَعْظَمَ بَرَكَةً مِنْ يَدِي. Çünki onun əli mənim əlimdən bərəkət baxımından daha əzəmətli idi və ona görə onun əlini, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin əlini sürtərdi. Zikirlərin şərhini davam etdiririk. Yəni bugün yatarkən, yatağa girərkən oxunan zikirlər gətirir və qeyd olunduğu kimi əlləri cütləşdirərək üfürmək və sonra İxlas, Fələq, Nəs surələrini oxuyaraq bədənə sürtülməsi hədisdə keçir və Peyğəmbər sallallahu aleyhi və səlləm bunu edərdi. Və həmçinin Aişə radiyallahu anhə deyir ki, فَلَمَّ اشْتَكَى كَانَ يَأْمُرُنِي أَنْ أَفْعَلَ ذَلِكَ بِهِ. Mən xəstələndiyim zaman və Aişə radiyallahu anhə deyir ki, mənə əmr edərdi ki, mən onun üçün edim. Yəni bunu onun üçün etməyi mənə əmr edərdi.
Və burada keçən fələmmə iştəkə kənə ya'murun ən əfələ zəlikə bihi, xəstələndiyi zaman bunu etməyi mənə əmr edərdi. Yəni burada ehtimal var ki, bunu əmr edərdi. Heythu yəkunu zəlik min qabili ruqyə lə ənəhə talabəhə. Yəni belə ki, yəni tələb etmək baxımından yox. Bəlləmmə za'ufə sallallahu aleyhi və səlləm kənət Aişə təmurru biyədihi əv tumirru biyədihi alə cəsədihi rəcə bərəkətiyyə. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm zəiflədiyi zaman Aişə radiyallahu anhə Peyğəmbər sallallahu aleyhi və səlləmin öz əlini öz bədəninə çəkərdi, onun bərəkətini umaraq. Yəni, Muvatta'da keçən, yəni İmam Malikin Muvatta əsərində keçən rəvayətə əsasən xəstələndiyi zaman muavizət oxuyardı və üfürərdi. Amma ağrısı şiddətləndiyi zaman Aişə radiyallahu anh deyir ki, mən oxuyardım və onun əlinin bərəkətini ümid edərək onun öz əlini öz bədəninə sürtərdim. Demək, bu rəvayətdə gəlir ki, xəstəlik qeydi ilə gəlir. Yəni, ənədəl min qabili ruqyə. Elə bil ki, ruqyə baxımındandır. Və həl hədə yəkun təqiyyən limə qablə min ənəhu kənə yəfəlu zəlik idə ava ilə firaşi, hədə yuhtəməl və səyətəkələm alə dəlik. Yəni, bu barədə inşallah danışılacaqdır. Yəni, bu sırf xəstəliyə görə olub, yoxsa ümumən yatağa girdiyi zaman bu zikir olunurmu? Fəqavlu və kənə idə ava ilə firaşi, yəni idə ətəhu. Yəni, yatağına girdiyi zaman, yəni atı yatağına yerləşdiyi zaman ənəhu idə cə ilə firaşi nəvm. Lə liyəstərihə qalilən. Yəni, yatmaq üçün gəldiyi zaman, sadəcə yüngül istirahət məqsədi ilə yox, yəni gəlib istirahət et, sonra başqa yerə geçsin, yəni o məqsədlə yox, yəni yatmaq üçün gəldiyi zaman bunu edərdi. Və innəmə yəkunu dəlik əxru mə yəkunu minhu sallallahu aleyhi və sələm fi həl yəqabadı. Yəni, elə bil ki, ayıq olduğu zaman ən axırıncı etdiyi hərəkət feil olmuşdur, yatmaq istədiyi zaman. Və burada keçən kullə leylə, yəni hər gecə bunu edərdi. Hədə yədul alə ənəhu yuhafiz alə dəl fi cəmiyyən ləyəlih. Yəni, bu ona dəlalət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bütün gecələrində bunu edərdi. Yəni, bu hər hansı bir xəstəliklə də bağlı deyildir. Və burada keçən cəməə kəffeyhi, əllərini, ovucularını yığar, yəni cütləşdirərdi, bir-birinə yapışdırardı. Fəyəcəlu dəlik tilqa vəcihi, yəni onu üzünə tərəf tutardı, əllərini belə. Liyubəşirə ən-nəfəth fihi. Elə, yəni onun üfürməsi birbaşa ora olsun deyə. Thumma ba'də ən yefələ həkədə qalə thumma nəfəthə fihimə fəyədul alə ənə nəfəth yəkunu qabləl qıra. Yəni, burada gəlir ki, əllərini tutduqdan sonra əllərinin içinə üfürərdi. Demək, bu hədisin zahir onu bildirir ki, oxumazdan əvvəl üfürərdi. Məsələn, başqa ruqiyalarda isə çoxunda gəlir ki, oxuduqdan sonra üfürmək, amma yatarkən, buna özündə də ixtilaf var, amma bu hədisin zahiri isə onu bildirir ki, yəni oxumazdan əvvəl əllərini üfürərdi, sonra İxlas, Fələq və Nəs surələrini oxuyardı. Vallahu aləm ənən nəfəthə yəkunu marra vahidə ma'a kulli qiraə. Deməli, hər dəfə, yəni 3 dəfə oxunursa, hər dəfə oxumazdan əvvəl 1 dəfə üfürərmiş. Thumma yəqra'l muavvizəteyn ma'al İxlas. Deməli, üfürdükdən sonra Fələq və Nəs surələri ilə yanaşı İxlas surəsini də oxuyardı, sonra sürtərdi bədəninə. Sonra 2-ci dəfədə onu təkrarlayar, sonra 3-cü dəfə. Və hər dəfə oxumazdan əvvəl üfürərdi. Amma ilk baxışda insana elə gəlir ki, üfürmək oxumaqdan sonra olur. O baxımdan ki, yəni ayələr oxunur, surələr oxunur və o oxunduqdan sonra olan, yəni o ağız suyu, o qiraətin təsiri olması üçün. Ağız suyunda həmən oxuduğu surələrin, Quranın təsiri. Yəni, digər rüqyalarda sözsüz ki, belə gəlir. Amma
yani yatarkən yəni daha yaxın olan odur ki, birinci üfürmək gəlmişdir. Çünki rüqyadan, yəni rüqya edərkən, ovsun edərkən məqsəd nədir? Yəni Quran oxunur, sonra yüngül formada, yəni ağız suyu ilə yanaşı üfürmə hasil olur. Lakin yəni bu məsələ elədir ki, yəni ağılla fikirləşəndə, yəni birinci oxumaq, sonra tüpürmək və yaxud üfürmək gəlir. Amma bu elə bir məsələdir ki, şəriətdən alınır, dəlillərdən alındığı üçün burada da dəlildə birinci üfürmə gəlib, sonra oxumaq. ويمكن أن يقال إنه حينما ينفث ويقرأ يكون ذلك قد تحقق لما حصل من النفث الذي تعقبه القراءة. Və həmçinin deyilə bilər ki, yəni belə edərkən də artıq yəni o məqsəd gerçəkləşmiş olsun. Çünki əllərini yanaşı tutur, cütləşdirir, üfürür, yəni tüpürür yüngül formada və o formada əllərini aşağı salmadan oxuyur. Əllərini oxuyur, yəni deməli bununla da məqsəd hasil olur. Fənnəfət aləl-əşrə vəl-əqrab ənəv nəfxun ma'ariq. Deməli, burada müəyyən ləfzlər keçir. Burada nəfəth keçir. Nəfəth, sə, thə ilə daha yaxın olan odur ki, nəfəs nəyə deyilir? Üfürməkdir. Necə üfürmək? Ağız suyu ilə yanaşı. Elə bir ki, yüngül. Bir var, bu üfürməkdir. Bir var, belə yüngül formada. Buna nəfəs deyilir. Və burada qeyd edir ki, onların ən birinci forması təfəl. Təfəl, yəni tüpürməkdir. Yəni elə birbaşa insan ağız suyunu çıxartmasıdır. Və bu xüsusən də insan sancıldığı zaman, əqrəb və yaxud ilan sancdığı zaman Fatihə ilə rüqya oxuyurlar, hədisdə keçir. Onlar belə edirlər. Və fi ənəhu cəalə yətfulu, yəni oxuduqdan sonra tüpürür. Yəni əqrəbin sancdığı yerə və sözsüz ki, rüqya zamanı bu daha təsirlidir. Və bundan sonra ikinci mərtəbəsi gəlir, nəfəs gəlir. Nəfəs də üfürməkdir, amma yüngül tüpürcəklə üfürməkdir. Və üçüncü forması isə sadəcə üfürməkdir. Yəni orada artıq ağız suyu yoxdur, üfürməkdir. Fədə yəkunu fir rüqyə və ləkinnə dunə nəfəs. Və bu da həmçinin rüqyə edərkən olur. ثم تأتي بعد ذلك مراتب في الرقية دون هذه المراتب الثلاثة كأن يقرأ بنية الرقية من غير نفس. Və həmçinin bundan sonra başqa formalar da vardır. Yəni insan üfürmədən belə rüqyə niyyəti ilə oxumasıdır. Və sözsüz ki, bunun da Allahın izni ilə təsiri olur, amma yuxarıda keçənlərin təsiri daha güclü olur. Və deyir ki, fəqara, yəni bə'dən nəfəth mübaşirətən, yəni üfürdükdən sonra İxlas, Fərəq və Nəs surələrini oxuyur. Əlini cütləşdirir, tüpürür, yüngül formada, yəni üfürür və sonra İxlas, Fərəq və Nəs surələrini oxuyur. Üzü və baş nahiyəsindən başlayaraq və bədənin digər hissələrinə bacardığı qədər əlini sürtür. Yəni bu da bütün bədəni əhatə edir. Məstata'a min cəsədihi, bədənindən, yəni bacardığı qədər yerə sürtür. Və keçir ki, başından və üzündən başlayır. Və lakin hədə lə yəni təhdid ənəhu innəmə yəmsəv rəsə və vəcə və mə əqbələ min cələ, lakin yəbdəv bihədə. Yəni hədə huvel-əşraf. Yəni burada şərt deyil, yəni başdan başlanması, amma baş və üz daha bədəndə daha şərəfli yer olduğu üçün və üzdən, başdan sürtməyə başlayır. Və burada keçir ki, məsəhə bihi mə məstata'a min cəsədihi. İki əlini bədənindən bacardığı qədər yerə sürtür. Və başlanğıc, hədisdə keçdiyi kimi, üz və başdan və ras yeşməl cəmiə ras və baş deyildiyi zaman bütün bədəni əhatə edir. Sonra üz, ثُمَّ ذَلِكَ مُقَدَّمُ الْجَسَدِ مِمَّ اسْتَطَاعَ أَنْ يَصِلَ إِلَيْهِ. Sonra bədənin yuxarı hissələri və sonra da bədənin yerdə qalan hissələrinə əlini sürtür. فَهَذَا ذُكِرَ وَكَأَنَّهُ يَشْتَمِلُ عَلَى التَّعَوُّذِ لِأَمْرَيْنِ. Və burada elə bir ki, bununla ovsunu əhatə edir.
iki işe görə. Birincisi və surələrin özünün məzmunu. Elə bil ki, Fələq və Nəs surələri elə muavvizət sayılır. Yəni, olsun surələri. Yəni, qorunmaq üçün olan bir surələrdir. Və ikinci isə üfürmək. Yəni, bu da onu bilir ki, bu mücərrəd zikir deyil. Bir növ, yəni, ruqya mənasında və ya sığınma mənasındadır qorunma. وَالْمَسْحُ هُنَا إِنَّمَا يَخْتَصُ بِهَذَا الْمَقَامِ عِنْدَ النَّوْمِ Və burada yəni, sürtmək deyildiyi zaman bu vaxta aid, yəni yatmaq anına aiddir. Və həmçinin xəstəni də bu formada ruqya etmək olur. Necə ki, hədisin bəzi ləfzləri buna dəlalət edir. وَأَمَّا أَنْ يَنْفُثَ الْإِنْسَانُ بِيَدَيْهِ عِنْدَ الْأَذْكَارِ الَّتِي تُقَالُ بَعْدَ الصَّلَوَاتِ Və o ki, qaldı bəzilərinin etdiyi kimi namazdan sonra edilən zikirləri edərkən insanın belə etməsi və yaxud da səhər-axşam zikirlərində bunu etməsi, necə ki, bəziləri belə başa düşüb və sonra bunu bədəninə sürtməsi və bunun əsli yoxdur. Və yaxud da duadan sonra əlləri üzər sürtmək, bu barədə də yəni, hədis səhih deyil və insan yəni, dəlildə nə gəlibsə, dəlildə gələnlə kifayətlənməlidir. Və zahirul hədis ənəhu yanfuz və deməli hədisin zahiri onu göstərir ki, birinci, yəni sulu üfürmək, sonra oxumaq və sonra isə bədəninə çəkmək, sürtməkdir. Və İbn Həcər rahimehullah qeyd edir ki, min ənəhu yecma'u kəffeyhi və yanfuz, thumma yamsah və yaqra. Deməli, əlləri cütləşdirir və sonra üfürür, sonra məhz edir və oxuyur. Və əthna əl-qira əxədəhu min qavli yəmsəhu bil-muavvizət. Fədə yuhtəməl ənəhu qara biyədihi ba'dən nəfətə thumma məsəhə. Və yuhtəməl ənəhu yəmsəhu və huvə yəqrəu ba'dəmə nəfətə fi kəffeyhi. Yəni, bunun özündə sözsüz ki, ixtilaf var, başqa cür deyənlər də var, amma daha yaxın olan isə odur ki, hədisdə keçdiyi kimi zahirinə əsasən birinci üfürmək və sonra isə yəni əllərə çəkilməsi, əllərin bədənə çəkilməsidir. Və bu hədisdən alınan faydalarda İbn Qayyim rahimehullah deyir ki, "Vəl-məqsud əl-kəlamu alə hətini surətin və bəyan azim mənfəətihimə." Deməli, bu iki surənin nə qədər əzəmətli olması və bu iki surənin mənfəətinin, faydasının böyük olmasının bəyanına dəlalət edir və həmçinin bu iki surəyə şiddətli ehtiyac, zəruri ehtiyacın olması, yəni heç kəs bundan kənarda qala bilməz, həqiqətən böyük ehtiyac var bu surələrin oxunmasına və həmçinin bu surələrin oxunması insandan sehrin və gözün və digər şərlərin dəf olunmasında, uzaqlaşdırılmasında böyük xüsusi təsiri vardır. Və ənə həcətəl abdi iləl-isti'adəti bihəteyni surəteyn a'zami həcət iləl-nəfəsi və-ta'am və-şərab və-libas. Və sonra İbn Qayyim rahimehullah buyurur ki, yəni insanın bu iki surə ilə sığınmasına, yəni Allaha sığınmasına olan ehtiyacı onun aldığı nəfəsə, yeməyə, içməyə və geyindiyi paltara olan ehtiyacından daha böyükdür. Aldığı nəfəsə, yeməyə və içəcəyə və paltara olan ehtiyacı daha böyükdür. Və buna görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur ki, فَمَا تَعَوَّدَ مُتَعَوِّذٌ بِمِثْلِهِمَا Yəni, sığınan bir kimsə, bunun ikisi kimi, yəni İxlas, yəni Fələq və Nəs surələri kimi başqa bir şeylə Allaha sığınmamışdır. Yəni, və eyni zamanda əlavədə olaraq İxlas surəsi. Deməli, bu surələrin oxunması ilə insan demək olar ki, bütün şərlərdən Allaha
sığınmış olur. Fəlaq surəsini oxumaqla insan xarici şərlərdən Allaha sığınmış olur, çöldə olan şərlərdən və Nəs surəsini oxumaqla daxili şərlərdən Allaha sığınmış olur. Və həmçinin bu hədisin faydalarından Peyğəmbər sallallahu aleyhi və səlləmin öz fiili ilə, əməli ilə, hərəkəti ilə yatarkən bu surələri oxumağa irşad etməsi, yol göstərməsi, yönəltməsi. Çünki burada mübarək sığınmalar vardır. Çünki xüsusən də insan yatdığı zaman xoşa gəlməz bir şeylərə məruz qala bilir, həm hissi və həmçində mənəvi. Və həmçinin hədisin bəzi hissələrində gəlmişdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ölüm xəstəliyi ilə xəstələndiyi zaman Ayşə radiyallahu anh deyir ki, mənə əmr edərdi onu etməyi. Peyğəmbər sallallahu aleyhi və səlləm öz əllərini üfürərdi. Sonra Ayşə radiyallahu anhəyə əmr edərdi ki, öz əlini bədəninə çəksin. Bədəninə üz verən bu xəstəliyin şiddətli olmasına görə. Deməli, bu surələr muavvizət adlanır. Ovsun surələri. Çünki Fələq və Nəs surələri əhatəli surələrdir. Mənfəətli cümlələr keçir sığınma barəsində. Və o ki qaldı İxlas surəsi haqqında, bu təqlib baxımından deyilmişdir. İxlas surəsində sığınma olmasa da, bu iki surə sığınma surələri olduğuna görə elə bir ki, İxlas surəsi də onun içərisinə daxil olmuş olur. Və həmçinin faydalardan hər bir xoşa gəlməz bir şeydən Allaha sığınmaq. Mimmə yənbə ən yu'ləm ənə məshəl vəcv vəl-bədən bə'dən nəfəthi fihimə bilmə xasun bi haləti növm vəl-marad. Və həmçinin bilməlidir ki, əllərin üzə və bədənə çəkilməsi bu yatarkən və bir də xəstəlik zamanına aiddir. Və Peyğəmbər sallallahu aleyhi və səlləmdən sabit olmamışdır ki, bunu başqa yerlərdə etsin və bunu İbn-i Teymiyyə rahimehullah qeyd edir. Və həmçinin yuxudan əvvəl oxunması müstəhəb olan və eyni zamanda tövhid, içərisində tövhidi əhatə edən və şirkdən uzaq olmağı əhatə edən surələrdən elə Kafirun surəsidir. Kafirun surəsini oxumaqdır.